Pada Selasa, Angkatan Pertahanan Israel, IDF, merilis rekaman serangan terhadap target-target yang diduga milik Hezbollah di Lebanon, sebagai bagian dari eskalasi militer Israel di negara tersebut. Dalam rekaman tersebut, terlihat asap tebal mengepul dari lokasi dampak serangan yang menghantam kendaraan militer dan infrastruktur, serta individu yang dijelaskan oleh IDF sebagai teroris Hezbollah. Sementara itu, Kementerian Kesehatan Lebanon mengonfirmasi sedikitnya 6 orang tewas dan 24 terluka. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən İran İslam Respublikasına növbəti humanitar yardım yola salınır. Hal-hazırda yola salınan humanitar yardım 5 maşından ümumiyyətcə 82 tondan ibarətdir. Humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar və dərman preparatlarından ibarətdir. Eyni zamanda qarşıdan gələn bayramları nəzərə alınaraq humanitar yardıma xüsusi bayram sovqatları da əlavə edilmişdir. Senin kulağın da eşitmiyor. Ana. Sağ olsunuz. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən İran İslam Respublikasına növbəti humanitar yardım yola salınır. Hal-hazırda yola salınan humanitar yardım 5 maşından ümumiyyətcə 82 tondan ibarətdir. Humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar və dərman preparatlarından ibarətdir. Eyni zamanda qarşıdan gələn bayramları nəzərə alınaraq humanitar yardıma xüsusi bayram sovqatları da əlavə edilmişdir. Jelajahi cara baru mendapatkan informasi. Download Metro TV Extend sekarang.